Hər dəri də soyuq aylarda pullanır. Bunu biz hava şəraitinə də bağlaya bilmərik. Daxilə yenə baxırıq. Hər şey dediyim kimi həm daxil, həm xaricdən. Biz buna baxmalıyıq ki, bu nədən qaynaqlanır? Ona baxmalıyıq. Yəni qış aylarında dərinin quruması dərimizin bizim hava şəraitinə tək qışla yox, yayda və qışda havanın soyuq və isti olmasına qarşı dəri reaksiya verir. Dəri reaksiya verdiyi zaman da bu şiddətli də ola bilər, yaraya da çevirə bilər. Məsəl üçün biz qış aylarında çox zaman pasientlərdə, özəlliklə rozasiya dediyimiz gül xəstəliyi olan pasientlərdə görürük ki, üzərində qılcal damar, özün orta hissəsində görürük ki, qızarıqlı gül kimi pörtməyə başlayır. Biz ona görə gül xəstəliyi və rozasiya xəstəliyi deyirik. Üzün bu hissəsi başlayır alov kimi yanmağa. Ən çox da birinci, ikinci dəri tipli biz bunu pasientlərdə və insanlarda görməyə başlayırıq. Və biz bu pasientlərə xüsusi müalicələr və xüsusi dərini bərpa edəcək, özəlliklə dərinin matriksini bərpa edib bu dəri quruluğunu və atopik dərinin dəri xəstəliklərini aradan qaldırmağa kömək edir.